Salam, hörmətli abituriyentlər. Fransa mövzusunda danışacağıq. Fransa 1-ci imperiya dövründə Fransa 1804-cü ildə Napoleonun özünü imperator elan etməsi ilə imperiya dövrünə qədəm qoydu. Napoleon bəs nədir? Diktatorluq rejimi yaradıldı. Burjuaziya dövlətin idarə edilməsində iştirak etmirdi. İmperiyanın əsas dayağı kəndlilər hesab edilirdi və onlar hökumətin ətrafında birləşməsi ilə bağlı onların milli birlik ideyası təbliğ olunurdu. Özünü idarə etmə və andlı məhkəmələr ləğv edilir, mərkəzləşdirilmiş sistem yaradılır, hüquq sistemi təkmilləşdirilməsi üzrə tədbirlər görülür, amma məhkəmə orqanları hökumətdən asılı salınır. Dedi axı, diktatura qurur. Şəxsiyyətinin toxunulmazlığı, vicdan azadlığı, bərabərlik hüququ rəsmiləşdi, amma bunlar formal xarakter daşıyırdı. Dedi axı, diktatura rejimi qurmuşdu. Xüsusi mülkiyyət toxunulmaz elan olundu, fəhlə ittifaqı və tətillər qadağan edildi. Fəhlələr sahibkarlara nisbətən hüquqsuz vəziyyətdə qaldılar. Bu dövrdə xarici siyasətinin əsasını Fransanın işğalçılıq təşkil edirdi. Avropa, Yaxın Şərqdə, Afrika, Adriatik dənizlərində möhkəmlənmək və dünyanın aparıcı dövlətinə çevrilmək. Fransanın bu siyasətinə qarşı Avropa dövlətləri, yəni İngiltərə, Rusiya, Avstriya, İsveç başda olmaqla koalisiya yaratdılar, yəni birlik yaratdılar. Tezliklə Fransa ilə koalisiya qüvvələri arasında qanlı döyüşlər baş verir. Trafalgar döyüşü 1805-ci il ingilislərə məğlub oldu Napoleon və İngiltərəyə qarşı kontinental blokada tətbiq etdi. Kontinental blokada Fransa və onun müttəfiqlərinə İngiltərə ilə ticarəti qadağan eləyirdi. Yəni İngiltərəni zəiflətmək məqsədi daşıyırdı. Bu Napoleonun ideyası idi. 1805-ci ildə Austerlitz döyüşü baş verir, Rusiya və Avstriya ordusu məğlub edilir. 1806-da Napoleon Berlini tutur, müqəddəs Roma imperiyasına son qoyur. Prusiyada kontinental blokadaya qoşulur. 1807-ci ildə Rusiya Tilsit müqaviləsi ilə kontinental blokadaya qoşulur. 1812-ci ildə Borodino döyüşü baş verir. Yəni Rusiya ilə Fransa arasında. Bəs necə olur ki, Tilsitdə Rusiya kontinental blokadaya qoşulur? Amma Borodino döyüşündə biz görürük ki, bunlar ikisi bir-biri ilə qanlı müharibə aparır, döyüş aparır. Bunun səbəbi Rusiyanın gizlin-gizlin İngiltərə ilə ticarət etməsi idi. Və Borodino döyüşündə Napoleon böyük itki versə də Moskvanı tuta bilir, lakin sərt qış səbəbi ilə Moskvanı tərk etməli olur. Yəni sonda uğur Rusların olur. 1813-14-cü illərdə artıq 13-cü ildə Avropa dövlətləri koalisiyası Napoleonu məğlub eləyib Parisə daxil olur və 14-də də Napoleon imperiyası tamam süqut eləyir. Yəni 13-də Napoleon məğlub olur, 14-də də artıq Parisə daxil olurlar və imperiya süqut eləyir. 1-ci Napoleon üzərində qazanılan qələbədən sonra 1814-15-ci illərdə Osmanlıların iştirakı olmadan Avropa dövlətlərinin iştirakı ilə Viyana konqresi keçirilir və burada İngiltərə, Rusiya, Avstriya, Prusiya dövlətləri xüsusi rol oynayırdı. Viyana konqresinin qərarları bəs nə idi? Fransa əvvəlki sərhədlərinə qaytarılır, Polşanın bir hissəsi Rusiyaya ilhaq edilirdi, Alman dövlətlərindən ibarət Almaniya konfederasiyası yaradılırdı, İngiltərə, Malta, Seylon adası və Afrikanın cənubunu tutur, Rusiyanın təşəbbüsü ilə Avropadakı inqilablara və Osmanlıya qarşı müqəddəs ittifaq yaradılırdı. 1815-də görürük ki, Napoleon əsirlikdən qaçır, Fransada hakimiyyətini bərpa eləyir, yenidən mübarizəyə başlayır. Lakin çox çəkmir, müttəfiqlər ilə həmin ildə Waterloo döyüşündə Napoleonu məğlub edərək onu yenidən sürgünə göndərirlər. Və Fransada İnqilab dövrü 1848-49-cu il və Prusiya-Fransa müharibəsindən danışacağıq. 1848-ci ildə Fransada inqilab baş verir və Fransa Respublika elan edilir və Bonapartlar sülaləsindən Louis Napoleon qalib gəlib, prezident seçilir. Lakin hökumət Papanın hakimiyyətini bərpa etmək üçün konstitusiyaya zidd olaraq Romaya qoşun göndərir. Louis Napoleon katolik kilsəsinin etimadını qazanıb monarxiyanı bərpa etmək istəyirdi və eləyir. 1852-ci ildə bu prezident dövlət çevrilişi eləyib özünü imperator elan eləyir. 3-cü Napoleon adı ilə imperator olur. Fransada 2-ci imperiya qurulur. Yəni 1-ci imperiyanı 1-ci Napoleon qurub, 2-ci imperiyanı isə 3-cü Napoleon qurub.
Onun hakimiyyəti dövründə isə Prussiya ilə Fransanın müharibəsini görürük 1870-71. Həlledici Sedan döyüşündə fransızlar məğlub olurlar 1870-də. 1871-ci ildə Frankfurt müqaviləsi imzalanır. Məğlub Fransa Elzas və Lotaringiya vilayətlərini Almaniyanın nəzarətinə verir. 5 milyard frank təzminat Almaniyaya ödəyir. 20-ci əsrin əvvəllərində Fransa kapital ixracına görə dünyada ikinci yeri tutur. Sənəd sahələrində istehsal edilən məhsulun həcminə görə ABŞ, Almaniya və İngiltərədən geri qalırdı. Fransanın xarici siyasətinin əsas məqsədi Almaniyadan qisas almaq idi, yəni revanşizm. Bu, Fransanı Rusiya və Böyük Britaniya ilə yaxınlaşdırdı və beləliklə Antanta bloku yarandı 1907-ci ildə. Belə, dəyərli yoldaşlar, bu Fransa mövzusunda video dərs idi. Ümid edirik ki, faydalı oldu. İndi isə vəsaitimizdən mövzunu öyrənək. Hər birinizə uğurlar. Hələlik.